Zabratın dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yolda. Magistral yola yaxın. Hər tərəfi də yaşayış olan yerdə. Həm evin, həm torpağın kupçası olan 3 otaqlı, tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videonun daxilində qeyd olunur. 2 sot torpaq sahəsindədir. Yerdən 6-7 daş kürsüdə tikilib. Qazı suyu işığı daimidir, kommunallarının hamısı var. Padvala girişi var, evin çardağına girişi var. Evin altı betondur, üstü kəmərdir. 4 bir tərəfdən qoşadaşla tikilmiş evdir. Keçək evimizin daxilinə. Yoldan təxminən 200 metr məsafəsi var. 200 metr məsafəlikdən də Koroğlu şəhər daxili bir neçə marşrut xətləri işləyir. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Dəhlizə daxil olduqda solda gəlir geniş bir qonaq otağımız. Evin daxilində mətbəx mebelinə qədər hamısı var. Qiyməti 84 min manat deyilir. İnşallah ki, real müştərilərimiz olsa, evin qiymətində də endirim olunacaq ev sahibi tərəfindən. Bura mətbəx hissəmiz. Kombi xətti çəkilib, kommunallarının hamısı var. 100 kvadratda evimizin ümumi sahəsidir. Burada hamam sanitar qovşağı. Və burada sonuncu yataq otağı. İzlədiyiniz üçün təşəkkür edirəm evlə bağlı əlavə. Nə sualınız olsa zəng edin, məlumat alın.